Azərbaycanın təsəvvür edin ki, bir illik hərbi büdcəsi, bizim indi büdcəmiz də çox böyük və bir illik hərbi büdcəsi təqribən puldur. Bu çox böyük puldur. Və bu pulla nələr etmək olardı? Birinci onu düşünmək lazımdır. Azərbaycanda biz bütün demək olar ki, proqramlarda sosial problemlərdən danışırıq. İşsizliyin yüksək olmağından danışırıq. Qiymət artımlarından danışırıq. Müavinətlərin, pensiyaların, təqaüdlərin, maaşların aşağı olmasından danışırıq. Bunun hamısını siz bilirsiniz. İndi bu 5 milyard manatla nələr etmək olardı Azərbaycanda? Pensiyanda, müavinəti də müəyyən qədər qaldırmaq olardı. Veteranların müavinətlərini də qaldırmaq olardı. O qocalıq müavinətini də qaldırıb normal pensiya halına gətirib çıxarmaq olardı. O pensiyadan 50-lik müavinətindən məhrum edilən insanların da zərərini ödəmək olardı. Çox işlər görmək olardı. İpotekan fonduna böyük pullar verərdin. Bu cavanlar daha əlverişli şərtlərlə gedib ipoteka ilə ev alardılar. O təhsildəki, dövlət məktəblərindəki pullu təhsili ləğv eləyərdin. Gənclərimiz bizim normal, pulsuz təhsil ala bilərdilər. Nə qədər yataqxana şəbəkələri tikərdin. Yəni bu 5 milyardlarla bu nə qədər işlər görmək olardı? Çox böyük işlər görmək olardı.